Hər vaxtınız xeyir olsun. 28 may metrosunun yaxınlığında, çay fabrikinin yanında belə gözəl kompleksə 108 kvadrat 2 otaqlı mənzil göstərəcəm. Gördüyünüz kimi binanın həyəti çox genişdir, çox gözəldir və sakitçilikdir. Buyurun gedək birinci blokdan, sonra mənzildən tanışalım. Binanın blokundayıq hal-hazırda. Blok gördüyünüz kimi çox genişdir, 200 kvadratlı sahəsi. Mənzildə 108 kvadratdır, qanuni 2 otaq. Buyurun gedək mənzili göstərim sizlərə. 2 Toshiba lifti. Buyurun qalxaq. Hal-hazırda biz mənzildəyik. Mənzilin baxışı məhəllədir, geniş məhəlləsi. Qanuni 2 otaqdan ibarətdir. 108 kvadrat təşkil edir sahəsi. Bütün otaqlarda, yəni hər 2 otaqda və mətbəxdən eyvana çıxış var. Gözəl mətbəx və hol istipoldur. Burada ayrıca qardirob otağı, qabyan və paltaryanla təchiz olunub. Ümumiyyətlə, mənzildə yaşamaq üçün lazım olan hər bir əşya var və hamısı sonda deyəcəm qiymətə daxildir. Ümumi sanitar qovşağı, keçdi yataq otağına. Buranın da sahəsi yetəri qədər genişdir. 6-cı mərtəbədədir mənzilimiz dostlar. Buradan da eyvana çıxış var. Baxışda burada eyni zamanda məhəlləyədir və keçdi zala. Mənzilin geniş zalı, yetəri qədər geniş sahəsi. Burada sağdan və soldan eyvana çıxmaq olur. 108 kvadrat qanuni 2 otaq, tam əşyalı, qiymət 350.000 star. Kimə maraqlı olsa aşağıda qeyd olunan nömrəyə əlaqə saxlaya bilər. Növbəti çəkilişlərdə görüşərik. Hələlik.